Qarabağ Universitetində Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasında Qarabağnamə ənənəsi və müasir dövr mövzusunda elmi konfransı keçirilib. Konfransa giriş sözü ilə açan Qarabağ Universitetinin rektoru Şahin Bayramov qonaqları salamlayaraq bildirib ki, rəhbərlik etdiyi ali təhsil müəssisələrində elmi potensialın artırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və Qarabağın zəngin mədəni mənəvi irsinin öyrənilməsi əsas prioritetlərdən biridir. Bu məqsədlə rəhbərlik etdiyi ali təhsil müəssisəsi ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında təməli qoyulan elmi əməkdaşlıq böyük perspektiv imkanlar yaradacaqdır. Konfransın açılış mərasimində çıxış edən Elm və Təhsil naziri Emin Əmrullayev çıxışında əvvəlcə AMİA'nın 80 ili münasibəti ilə akademiyanın kollektivini, alimləri və elmi ictimaiyyəti təbrik edib. Nazir Qarabağ Universitetinin qarşısında dayanan vəzifələri də toxunaraq bildirib ki, bu ali təhsil müəssisəsi təkcə regionun deyil, bütövlükdə Azərbaycanın elmi və tədris həyatında mühüm yer tutacaqdır. AMİA'nın prezidenti İsa Həbibəyli Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətində Qarabağın tədqiqi problemləri və böyük qayıdış hərəkatı mövzusunda məruzə ilə çıxış edib. AMİA rəhbəri bugün Azad Qarabağ torpağında Azərbaycanın qədim və strateji əhəmiyyətli bölgəsində belə yüksək səviyyəli elmi tədbirin keçirilməsinin tarixi hadisə olduğunu vurğulayıb. Akademik İsa Həbibəyli qeyd edib ki, bu konfrans təkcə AMİA'nın 80 illiyinə deyil, həm də azad edilmiş torpaqlarda elmi həyatın bərpasına töhfə verən mühüm bir mərhələdir. Sonra AMİA'nın prezidenti Akademik İsa Həbibəyli tərəfindən Qarabağ Universitetinin kitabxanasına 1200-dən çox kitab, eləcə də akademiyanın təsisçilərinə və müasir inkişafına həsr olunmuş rəsm əsəri hədiyyə edilib. Tədbirin ikinci hissəsində Qarabağın tarixi, mədəniyyəti və toponimik irsi ilə bağlı elmi məruzələr dinlənilib. Qeyd edək ki, konfrans çərçivəsində Qarabağ Universitetində AMİA'nın rəhbər heyəti və əməkdaşları tərəfindən ayrı-ayrı auditoriyalarda tələbələr qarşısında 13 ixtisas üzrə mühazirələr də deyilib və onların çoxsaylı sualları cavablandırılıb. Qarabağ Universitetinin tələbələrinə Elm və Həyat jurnalının və Elm qəzetinin nüsxələri paylanılıb. Leyli Namiq qızı, Fərid Həşimov, Elm TV.